Belə bir sual paylaşmışdıq. Verilmiş cümlə ilə bağlı doğrudur, tam cavab. Cümlə də belədir ki, baş verən hadisələr fonunda xatırladım ki, bizim də bu barədə kitabımız çap olunub. Gördüyünüz kimi burada yenə də iki cür anlaşılma məqamı var və keçək variantlara görək nə deyir, hansı doğrudur, hansı yanlışdır. Variantlara keçməmiş onlayn dərslərimiz haqqında məlumat verim. Onlayn dərslərimizdə sıfırdan sonacan yeni proqramla, yəni Azərbaycan dilindən o hiperonimlər, hiponimlər, xüsusiləşmələr, xüsusiləşmiş üzvlər, əlavə cümlələr, bunlar da daxil olmaqla ədəbiyyatdan İlyasın nağılından tutmuş Su həsrətinə kimi, Dəli Kürün əlavə edilmiş versiyalarına kimi bütün proqram sıfırdan sonacan tam keçirilir və hər birinə aid, hər bir mövzuya aid onlayn sınaqlar işlədilir. Onlayn sınaqlar hər hansı bir kitabımızda yer almayan suallarımızdan ibarətdir. Sırf bizim tələbələrimiz üçün hazırlanıb. Eyni zamanda düşünürsünüzsə ki, kifayət qədər bazanız var və sizə yalnız sınaqlar lazımdır yüksək nəticə, maksimal nəticə göstərmək üçün. O zaman da bizim dərslərimizə qoşulmadan sırf sınaq paketlərimizi əldə edə bilərsiniz. Həm dərslər üçün, həm də onlayn sınaqlar üçün 051 537 90 86 nömrəsinə WhatsApp-da yazıb məlumat əldə edə bilərsiniz, həm də qeydiyyatdan keçə bilərsiniz. Baxaq fikirlərə. Mürəkkəb cümləni sadələşdirsək, budaq cümlə tamamlıq vəzifəsində işlənər. Bəli, hər iki halda tamamlıq olacaq. Baş verən hadisələr fonunda xatırladım ki, nəyi? Hər iki halda belə olacaq. Ona görə də biri götürürük. Budaq cümlənin tərkibində tamamlıq işlənməmişdir. İkinci tərəfdir budaq cümlə. Bizim də bu barədə kitabımız çap olunub. Bu barədə qoşmalı əvəzlik normalda tamamlıq olur. Amma bizim kitabımız 3-cü növün içində olduğuna görə tamamlıq kimi çıxış eləmir. Bizim də bu barədə kitabımız mübtəda çap olunub xəbər. Ona görə 2-ni də götürürük. Baş cümlənin xəbərinin ifadə olunduğu feilin quruluş növünü əminliklə söyləmək olmur. Baxaq. Sözün kökü xatırla. Etimologiyasına getsək xatirəyə falan gedib çıxır, amma hazırda xatırladım. Əgər bu söz keçmiş zamandasa belə olur. Xatırladı mı? Yəni olur sadə. Bir də belə ola bilər. Xatırlatmaq əmr şəklində. Mən xatırlatım t-dəyə keçir. Deməli, sadə də düşünmək olar, düzəltmə də. Ona görə 3-ü də götürürük. Mürəkkəb cümləni əmələ gətirən sadə cümlələrin xəbərlərindən biri mürəkkəbdir. Xatırladım mürəkkəb deyil, çap olunub mürəkkəbdir, amma feil kimi mürəkkəbdir. Bizə nitq hissəsinin quruluş növü soruşulmur. Deyir ki, xəbərlərdən biri mürəkkəbdir. Çap olunub mürəkkəb xəbərdirmi? Xeyr, çünki söz birləşməsi deyil, nitq hissəsidir. Yəni, cümlə özü bir nitq hissəsi ilə ifadə olunubsa, bir sözlə, o sözün quruluş növünün əhəmiyyəti yoxdur burada. Hər bir halda sadə xəbərdir. Ona görə 4-ü götürmürük. Feili sifət tərkibi ilə ifadə olunan tamamlıq işlənməmişdir. Bu fikir də doğrudur. Yəni, burada feili sifət tərkibi varmı? Baş verən feili sifətdir, frazoloji birləşmədir. Heç burada feili sifət tərkibi yoxdur ümumiyyətlə. Ona görə 5 də doğrudur. Düzgün cavab belə oldu. 1, 2, 3, 5. 4-dən başqa hamısı.